Bugünkü xəstəmizi təqdim etmək istərdim. Xəstəmizin 79 yaşı var. Xəstə mənə ilk dəfə 2025 dekabr ayında kəskin sarılıqla müraciət etmişdi. Diaqnoz dərman hepatiti qoydum. Xəstədə ondan başqa xroniki qaraciyər xəstəliyi var idi və xəstə qarın boşluğunda maye asitlə müraciət etmişdi. İndi xəstə bu günə qədər mənim qəbulumda 3 dəfə olub. Bugün xəstənin vəziyyəti kafidir, yaxşıdır. İndi biz ultrason müayinədə onun qaraciyərini dəyərləndirəcəyik. Deməli, öncəki müayinə ilə müqayisə aparırıq. İfadəli dərəcədə Marison cibində maye var idi. Hal-hazırda Marison cibində mayeni görmürük. Bu Marison cibidir. Burada hepatorenal fossada maye yoxdur. Tamamilə çəkilib maye. 700-800 milli hər cibdə maye ölçülmüşdü. Bu dalaqdır. Dalaq ətrafında da maye çəkilib yoxdur. Sol böyrəkdir, dalaqdır, dalaq ətrafıdır. Dalağın həcmi də stabil, normaldır. Böyümə yoxdur. Yəni, ifadəli dərəcədə müsbət dinamika hal-hazırda izlənilir. Əla nəticədir. Qaraciyəri görürük, sağ paydı, sol paydı. Saxla, bu şəkildə saxla. Bəli, xan da yaxşıdır. Yanvar ayının 12'sinden bölümden nətər gəldim, nəzir gəldim. Çox pis vəziyyətdəydim. Ölümlə üz-üzəydim. Sevinç doktordan Allah razı olsun. Çox məni yaxşı qarşıladı. Bir həkim kimi, bir insan kimi ondan mən çox razı qaldım. İndi iyun aydır. Bu aylar müalicə götürmüşəm. Çox irəliləyiş var məndə. Məndə görmək yox idi, yemək yox idi. Yeyə bilmirdim. Otura bilmirdim, rahatsızlığım yox idi, yuxu yata bilmirdim. Çox özümdə rahatsızlıq, gümrahlıq hiss edirəm. Bunun için Sevinç doktora öz minnətdarımı bildirirəm. Bu kollektivə, bu klinikanın bütün rəhbərliyinə, işçilərinə öz minnətdarımı bildirirəm. Sağ olsunlar ki, insanların, vətəndaşların qayğısını belə çəkirlər. Həkimlərimizə eşq olsun, yaxşı həkimlərimizə eşq olsun. Sevinç doktora bir daha öz təşəkkürümü, öz minnətdarımı bildirirəm. Sağ olun, hamınızdan Allah razı olsun. Seydağa müəllim, Allah sizə can sağlığı versin. Biz müalicəni yazmışıq, siz də ona çox dəqiq əməl eləmişsiniz. Bundan sonra da biz sizlə 6 aydan bir inşallah görüşəcəyik. Allah sizi var eləsin, can sağlığı arzulayıram sizə.